Müştəri müraciətləri bir neçə kanaldan gəlir. Telefon, sosial media, e-mail, amma vahid cavab yoxdur. Nə tövsiyə edirsiniz? Bu çox böyük problemlərdən biridir. Müxtəlif kanallardan gələ bilər və bu kanalları da yaratmaq məcburiyyətindəyik. Çünki müştəri üçün əlçatan bir şey olmalıdır. Biri istəyər WhatsApp-dan yazar, istəyər Instagram-dan, istəyər zəng eləyər, fərq etməz. Burada müştəriyə limit qoymaq lazım deyil. Burada məsələ nədir? Mən rastlaşdığım кейsi deyim sizə. Deməli, şirkətin içində call center var. Şirkətə gələn zəngləri şirkətin əməkdaşı cavablandırır. Amma şirkətin sosial şəbəkələri hansısa bir agentlikdədir, agentlik cavablandırır və agentliyin bu şirkətin yanaşma və siyasətindən xəbəri yoxdur. Onlar özlərinə uyğun, öz düşüncələrinə uyğun, öz üslublarına görə cavab verirlər. Və burada çox önəmli məsələ nədir? Burada outsource bir xidmət var və o outsource xidmət nəyi necə cavablandırılmalıdır, necə dönüş edilməlidir, o flow-nu şirkət tərəfindən onlara verilməlidir. Əgər öz əməkdaşıdırsa, öz əməkdaşına öyrətməlidir. Outsource ona verməlidir və onu izləməlidir. Məsələn, dərhal reaksiya veririk, filan müddətə geri dönürük. Outsource o agentlik o məlumatı zavodda kimə göndərir, ondan cavabı necə alır, necə sənədləşdirir, necə atır. Bunlar mütləq öncədən razılaşdırılıb yazılmalıdır. Yoxsa xaos olacaq. Məsələn, mən şahid olmuşam, şirkətə zəng eləmişəm, şikayətlə bağlı götürür telefonu reception. Mənə deyir ki, təhlükəsizlik buyurun. Mən belə qalmışam ki, mən hara zəng eləmişəm. Yəni, məhsulla bağlı sifariş və yaxud da şikayət eləyəcəm. Mənə elə bilmişəm, səhv zəng eləmişəm, ad boy vermişəm, bir də yığmışam, sonra biri götürür, deyir ki, reception buyurun. Yəni, mən neyinirəm receptionda? Şirkətin adını deyin. Misal üçün, Əli MMC buyurun, salamlayır, nə ilə bağlı müraciət eləmişsiniz. Mən bilim də hara zəng eləmişəm. Yoxsa reception, təhlükəsizlik, ambar, buna nə gərək var? Bu da bir sıxıntı yaradır. Və ona görə də vahid üslub, müştəri ilə danışıq, o gələn sorğunu 50 dənə yerə bir-bir calaşdırmamalıdır. Bilməlidir ki, bu kimi mövzularda filan kəslə, bu kimi mövzularda filan kəslə kontakt verməlidir. Həmin o telefon üstündə oturan, sosial şəbəkədə oturan adam. Yoxsa gözləyin, sizi ötürən filan kəsə, müştəri onunla danışır, deyirlər biz baxmırıq, ad boy gedir, təzədən bir də yığır, yenə götürürlər, təhlükəsizlik. Yəni, bu çox xaosdur, çox şirkətdə də var. Bunun mərkəzləşməsi lazımdır. Bu prosesin də aparılmasının müştəri məmnuniyyəti və şikayətin ölçülməsi ISO 102 standartı ilə aparılır, Customer Satisfaction Management System. Yəni, onun doğru şəkildə tətbiq olunması çox böyük fayda verəcəkdir.